Salam, əziz dostum. Gəl birlikdə ingilis dilini öyrənək. Çox əyləncəli olacaq, söz verirəm. Hazırsansa, başlayaq. Bax, sual belədir. Sən ingiliscə danışmağa hazırsan, hə? Məncə tamamilə hazırsan. Bu çox maraqlı bir səyahət olacaq. Yaxşı, gəl hekayəmizin ilk hissəsinə baxaq. Biz burada bir ailə ilə tanış olacağıq. Görəsən bu ailədə kimlər var? Gəl öyrənək. Aha, ilk tanışlığımız başlayır. Ekrana bax, nə yazılıb? This is my grandma. Gəl indi bunu birlikdə deyək, yaxşı mı? This is my grandma. Super. Bilirsən bu nə deməkdir? Bu mənim nənəmdir deməkdir. İndi isə gəl nənənin üzünə baxaq. O gülümsəyir, elə deyilmi? Səncə o özünü necə hiss edir? Məncə də o xoşbəxtdir. Bəs ingiliscə xoşbəxt necə deyilir? Çox asan, happy. Deyilişi də belədir, happy. Gəl indi bu sözə diqqətlə baxaq. Necə yazılır? H, A, P, P, Y. Gördün, 2 dənə P hərfi var. Belə daha yaxşı yadında qalar, hə? Yaxşı, indi sıra səndədir. Bu sözü deyə bilərsən? Gəl məndən sonra təkrarla. Happy. Əla, super alındı. Möhtəşəm. İndi gəl öyrəndiyimiz 2 şeyi birləşdirək. Grandma və happy. Cümləmiz belə olacaq. My grandma is happy. Gəl birlikdə deyək. My grandma is happy. Mənası da odur ki, nənəm xoşbəxtdir. Bax, artıq bütöv bir cümlə qurdun. Nənə ilə tanış olduq. Görəsən onun evində başqa kimlər yaşayır? Gəl hekayəmizin növbəki hissəsinə keçək və nənənin sevimli heyvan dostları ilə tanış olaq. Və baxın kim gəldi. Bu ilk heyvan dostumuzdur. İngiliscə ona dog deyirik. Gəl deyək, dog. Bəli, bu bizim bildiyimiz it deməkdir. Bu sözü yadda saxlamaq necə də asandır bax. Dog. Cəmi 3 hərf. Gəl hərfləri birlikdə deyək. D, O, G. Dog. Super. İndi isə sənin növbəndir. Hazırsan? Ucadan de görüm. Dog. Afərin sənə. Çox gözəl dedin. Yaxşı, gəl indi bu sevimli dostumuzu təqdim edək. Nənə kimi deyirik? This is my dog. Gəl mənimlə təkrarla. This is my dog. Bu mənim itimdir deməkdir. Asan idi, elə deyilmi? Bura bax. Görünür bu itdə nənəsi kimi çox xoşbəxtdir. Gəl bunu da ingiliscə deyək. My dog is happy. Birlikdə deyirik. My dog is happy. Happy sözü yadındadır daha. Xoşbəxt deməkdir. Afərin. Yaxşı, görək başqa kim var? Budur, ikinci heyvan dostumuz da gəldi. Bu bir pişikdir. İngiliscə pişik, cat deməkdir. Tələffüzü də çox asandır. Cat. Bax, bu sözdə dog kimi çox asandır. Cəmi 3 hərfdən ibarətdir. C, A, T. Cat. Gördün necə qısadır? İndi gəl bunu mənimlə birlikdə deyək. 3-ə qədər sayıram və deyirik. Yaxşımı? 1, 2, 3. Cat. Afərin sənə. İndi isə gəl bu pişiyi də təqdim edək. Deyirik, this is my cat. Gəl təkrar edək. This is my cat. Mənası isə təbii ki, bu mənim pişiyimdir. Dayan bir dəqiqə. Gəl pişiyin üzünə diqqətlə baxaq. Səncə o xoşbəxtdir? Məncə yox. Deyəsən nədənsə biraz qorxub. İngiliscə qorxmuş və ya qorxur demək üçün scared sözünü işlədirik. Tələffüzü biraz fərqlidir. Gəl baxaq. Scared. Bu bizim yeni sözümüzdür. Scared. Gəl belə deyək ki, asan olsun. Scared. İndi daha asan səsləndi, elə deyilmi? Bunu deməyə cəhd edərsən, bəlkə biraz çətin gələ bilər, amma mən bilirəm ki, sən bacaracaqsan. Gəl məndən sonra təkrarla. Scared. Bax, alındı. Əla. Yaxşı, gəl indi hekayəmizi tamamlayaq. Pişik qorxmuşdusa, cümləmiz belə olacaq. My cat is scared. Gəl birlikdə deyək. My cat is scared. Mənası da odur ki, mənim pişiyim qorxur. Bax belə. İndi isə gəl super bir təkrar edək. Görək bugün hansı yeni və maraqlı sözləri öyrəndik. Hazırsan? Bugün biz 5 yeni söz öyrəndik. Gəl onları birlikdə sayaq, yaxşı mı? Birincisi grandma, ikincisi happy, sonra dog, sonra cat və ən axırıncısı scared. Afərin. Əla iş gördün. Sən bugün həqiqətən də çox şey öyrəndin və mən səninlə fəxr edirəm.
Görəsən, gələn dəfə birlikdə nələr öyrənəcəyik? Çox maraqlıdır.